Salamlar. Bugün sizə əziyyət çəkdiyiniz, adı gələndə qorxduğunuz, ağladığınız xarici işıq cihazları dərsini izah edəcəm. Amma izah etməmişdən əvvəl özüm üçün etdiyim bu notu sizin üçün oxumaq istəyirəm. Burada görürəm, görünmür. Deməli, orada nə yazılıb? Orada yazılıb ki, bəhanələrə sərf etdiyin vaxtı öz inkişafına sərf etsən, nəticələrə sən belə heyrətlənərsən. Bunu özünüz üçün qeyd etməyinizi istəyirəm. Yəni, bütün bəhanələri qoyuruq bir kənara, məqsədimiz nədirsə ona fokuslanırıq, özümüz üçün şərait yaradırıq və başlayırıq işimizi görməyə. Xarici işıq cihazları ümumiyyətlə, siqnallar deyəndə ağlımıza gəlməlidir. Birincisi, xarici işıq siqnalları, əllə verilən siqnallar, bir də səs siqnalı. Bu üç siqnal var ki, hansısa qəzanın və yaxud da xəbərdarlıq etmək məqsədinə istifadə olur. Ya qəzanın qarşısını almaq üçün, ya da xəbərdarlıq etmək üçün istifadə olunur. Ümumiyyətlə, bilməlisiniz ki, maşının qabaq hissəsindəki işıqlar ağ rəngdə olur, arxasındakı işıqlar qırmızı rəngdə olur. Deməli, maşının qabağında olan işıqlar nədir? Yaxın faralar, uzaq faralar, duman faraları, qabarit işıqları və dönmə göstəriciləri. Baxın, biri var işıqlar, biri var siqnallar. İşıq başqa, siqnallar başqa. Bu dediklərim işıqlardır. Yaxın faralar, uzaq faralar, qabarit işıqları, duman faraları. Bax, bunların hamısı işıqlardır. Dönmə göstəriciləri var. Sağa sola dönmə göstəriciləri var və sağa sola dönmə, məsələn, sola dönməni yandırırıqsa, sol tərəfdə işıq yanıb sönür. Sol tərəfdə və arxa tərəfdə, arxa solda, qabaq solda, arxa solda. Sağa dönməni yandırırıqsa, qabaq sağda və arxa sağda işıqlar yanır. Və bu 4 işıq eyni vaxtda yanıb sönəndə olur qəza dayanma işıq siqnalı. Maşının içərisində olur 3 bucaq. Onu basanda qəza dayanma işıq siqnalı yanmış olur. Deməli, biri də var tormuz siqnalı. Tormuz siqnalı nədir? Ayağımızı tormuz pedalına qoyan kimi, tormuz pedalını sıxan kimi arxada qırmızı işıqlar yanır. Deməli, bu olur tormuz siqnalı. Hansı siqnallarımız var? Sağa sola dönmə siqnalı, qəza dayanma işıq siqnalı və tormuz siqnalı. Qalanları isə işıqlardır. Maşının qabağında olan işıqlar. Duman faraları biraz sarımtıl rəngdə olur. Sarımtıl ağ rəngdə olur. Yaxın və ya uzaq işıqlar ağ rəngdə olur. Qabarit işıqları zəif közərən işıq olur. Deməli, qabarit işıqları zəif közərən işıqlar olur və avtomobilin qabaritini göstərmək üçün istifadə olunur. Yəni, o qədər zəif işıqdır ki, bu. Onunla sutkanın qaranlıq vaxtı hərəkət eləyə bilmərik. O yolu işıqlandırmaq məqsədi deyil. Sadəcə burada bir avtomobil var. Avtomobilin qabaritini göstərmək üçün istifadə olunur. Deməli, biz qaranlıq vaxtı sadəcə qabarit işıqla hərəkət eləyə bilmərik. Qabarit işıqlar həm qabaqda yanır, həm də arxada yanır. Qabaqda ağ rəngdə olur, arxada isə qırmızı rəngdə olur. Duman farasıdır, duman fənəridir. Arxadakılara fənər deyirlər, qabaqdakılara fara deyirlər. Yəni, duman fənəri, sonra geriyə işıq fənəri arxada olur. Maşını arxaya belə hərəkət elətdirəndə bir var geriyə dönmə, yəni maşın qabağa gedib dönürsən. Bir də var, olduğu yerdə amma geriyə hərəkət elətdirirsən avtomobili. Geriyə hərəkət elətdirəndə onda geriyə hərəkət fənəri yanır. Bu da ağ rəngdə olur. Təsəvvür eləyin ki, bir yerə işıq salırsınız. Biri var ağ işıq, hər yeri işıqlandırır. Biri var qırmızı işıq. Sizcə hansı daha işıqlı olacaq? Hansıyla rahat görə biləcək? Əlbəttə ki, ağ işıqla, düzdür? Deməli, geriyə hərəkət fənəri ağ rəngdə olur. Arxada bütün işıqlar qırmızı olur. Geriyə hərəkət fənəri ağ rəngdə olur ki, maşını arxaya hərəkət elətdirəndə orada birdən Allah eləməsin, maşının arxasında it pişik olar, çöküntü olar, hər hansısa bir mane olar, adam olar. Onu rahat görə bilməyimiz üçün arxada ağ rəngdə işıq yanır. Amma tormuz siqnalı qırmızı rəngdə olur, duman fənəri qırmızı rəngdə olur və qabarit işıqları maşının arxasında qırmızı rəngdə olur. Aydın oldu? Deməli, hansı işıqlar var maşının arxasında? Qabarit, tormuz, duman fənəri, bir də maşının dövlət qeydiyyat nişanının üstündə olan işıqlar olur. Hansı ki, bizim maşınımızın nömrəsinin üstündə balaca işıq olur. Bax, onu görürsünüz, ağ rəngdə olur. Ona üstündə olan işıq da ağ rəngdə olur. Təsəvvür edirsiniz, heç olmasa qırmızı işıq. Heç o qırmızı işıq onu işıqlandırar? Yox. Ona görə də onun da işığı ağ rəngdə olur. Deməli, arxada 2 dənə işığımız var ki, ağ rəngdədir. Biri dövlət qeydiyyat nömrə nişanının işığı, biri arxaya hərəkət fənərinin işığı ağ rəngdə olur. Aydındır bura qədər. Davam edirik. Deməli, bildik ki, maşının qabağında
işıqlar ağ rəngdə olur, arxasında qırmızı rəngdə olur. Sağa sola dönmə göstəricinin işıqları qırmızı və yaxud da narıncı rəngdə olur. Çox vaxt narıncı olur, amma bəzi avtomobillər var ki, onda qırmızı rəngdə olur. Deməli, qabaqda sadəcə dönmə göstəricilər, həmçinin eyni zamanda onlar yandıranda, yəni qəza dayanma işıq siqnalı olanda bu hamısı eyni vaxtda yanır axı. Yəni bu da qırmızı rəngdə olur, qırmızı narıncı rəngdə olur. İndi gəlin işıqları ətraflı öyrənək. Bu ilkin məlumatları idi. Deməli, maşının birinci hansı işığı yanır? Birinci qabaret işığı yanır. Təsəvvür edin ki, maşını belə yandırmaq istəyəndə işıqları qoşanda avtomatik birinci qabaret işıqları yanır. Qabaret işıqlarını qoşanda maşının içində də işıqlar yanır, çöldə də zəif bir közərən işıq yanır birinci. Bax bu qabaret işıqdır. İşıqları yandırmaq istəyəndə bir dəfə fırlayanda qabaret işıqları yanır, ikinci dəfə fırlayanda yaxın işıqlar yanır. Bir dənə də alət var ki, orada maşın içərisində. Bax onu yandıranda belə uzaq faralar yanır. Uzaq faralarla yaxın faralar eyni vaxtda yanmır. İkisindən biri yanır. Ya yaxın işıqlandırırıq, ya da uzağa, yəni yaxın uzağa keçir. Ya da uzağa yandırırıq. Biz yaxın işıqla da hərəkət edə bilərik. Avtomobilin qabağını işıqlandırsın. Uzaq faralardan da hərəkət edə bilərik ki, baxaq görək uzaqda nə var. Bəlkə dönmək lazım olacaq, bəlkə uzaqda bir avtomobili var və yaxud da hər hansısa bir maneə var. Ara sıra əgər yol qaranlıqdırsa uzağı yandırırıq ki, daha rahat uzağı görə bilək. Qabaret işıqlar birinci yanır. Qabaretlə birlikdə yanan işıqlarımız var. Hansılardır ki, onlar qabaritsiz yanmırlar. Birinci qabaret yanır, sonra onlar. Qabaretdən sonra yanır yaxın işıqlar, uzaq işıqlar, duman faraları. Bax bu işıqların hər biri qabaretlə birlikdə yanır. Qabaritsiz yanmır. Duman farasını birinci yandıra bilməzsən qabaret işığı yandırmadan. Və onu da qeyd edeyim ki, duman faraları, fənərləri məcburi deyil. Heç bir yerdə, qanunda duman farasını yandırmalıyıq, məcburuq, mütləq yandırmalıyıq deyə bir anlayış yoxdur. Nəyə görə? Ona görə ki, duman faraları, fənərləri bütün avtomobillərdə olmur. Hansı avtomobillərdə olur? Daha müasir avtomobillərdə olur. Məsələn, köhnə avtomobillərdə duman farası olmur. Və o duman farası güclü işıq deyil, zəif sarımtıl işıqdır. Sadəcə dumanı yarmaq üçün istifadə olunur. Yəni güclü işıq salmır ki, yolu işıqlandırsın. Deməli, yandırmalıyıq mütləq nəyi? Qabareti, mütləq qabaret yanmalıdır. Qabaretlə birlikdə yaxını yandırmalıyıq ya da qabaretlə birlikdə uzaq işıqları yandırmalıyıq. Bax, bu məcburi olan işıqlardır. Təsəvvür edin ki, biz yaşayış məntəqəsindən kənarda gedirik. Sağda, solda meşəlikdir, dağlı, düzənlikdir. Yəni, hər yer tamamilə qaranlıqda. Süni işıqlandırmalar yoxdur. Əgər yolda süni işıqlandırmalar yoxdursa, hər yer tamamilə qaranlıqdırsa, o zaman avtomobil yolu biraz çətin işıqlandırır. Nəyi yandırmalıyıq biz bu halda? Birinci, əlbəttə ki, qabaret işıqları yandırırıq. Sonra yaxın işıqları yandırırıq. Ya yaxını yandırmalıyıq, ya da uzağı yandırmalıyıq. Yaxın və ya uzaq. Deməli, qabaret birinci yanır, yaxın və ya uzaq ikisindən birini yandırmalıyıq. Əgər istəsək, duman farasını da yandıra bilərik. Bu halda yandıra bilərik. Dumanı köməyə çağırırıq da, yol yaxşı işıqlanmır, gəl bizə kömək edib biraz daha işıqlansın. Aydındır. Amma o yolda süni işıqlandırma varsa, dirəklərdən belə yola işıqlar salınırsa, duman farasını yandırmağımız qayda pozuntusu sayılacaq. Bu halda duman farasını yandırmırıq. Çünki duman farası əlavə kömək üçün gəlir. Əgər orada süni işıqlandırma varsa, yolu işıqlandırırsa, o zaman duman farasına ehtiyac yoxdur. Biz yandıracaq qabaretlə birlikdə ya yaxını, ya da uzağı. Bunlardan hərəkət edirik. Arxada isə nə yanır? Maşının arxa hissəsində qabaret işıqlar yanır. Sadəcə qabaret yanır. Sutkanın qaranlıq vaxtı var. Məhdudiyyətli görünmə şəraiti var. Məhdudiyyətli görünmə şəraiti deyəndə ola bilər ki, duman, qar, yağış, yəni elə vəziyyət olur ki, yol yaxşı görünmür. Bu sutkanın işıqlı vaxtında da ola bilər. Duman təkcə qaranlıqda olmur və yaxud da təkcə işıqda olmur, düzdür? Deməli, məhdudiyyətli görünmənin özü ya qaranlıqda olur, ya da işıqlı vaxtda olur. Və tunellər var. Deməli, sutkanın qaranlıq vaxtı anlayışını öyrənəcək, məhdudiyyətli görünmə şəraitinin və tunelləri. Bunların üçündə də nəyi yandırırıq? Birinci növbədə qabaret işıqlarını yandırmalıyıq. Qabareti. Avtomatik. Yandırdıq. Qabareti yandırandan sonra əgər qaranlıqdırsa, vacibdir. Mütləq
ya yaxını ya uzağı yandırmalıyıq. Tunelə daxil olduq. Tuneldə ya yaxını ya da uzağı mütləq yandırmalıyıq. Məhdudiyyətli görünmə şəraitidir. Mütləq ki, yaxını ya da uzaq işığı yandırırıq. Əsasən də yaxın işığı yandırırıq məhdudiyyətli görünmədə. Niyə uzağı, orasını sonra deyəcəm. Bura qədər sadəcə bilin ki, sutkanın qaranlıq vaxtında, məhdudiyyətli görünmə şəraitində və tunellərdə qabarit heç avtomatik yandırırıq. Onunla birlikdə ya yaxını ya da uzağı yandırmalıyıq. Məcburuq. Bundan başqa, sutkanın qaranlıq vaxtıdır, amma süni işıqlandırma var. Bayaq dediyim kimi, süni işıqlandırma varsa, dumanı yandırmaq olmaz. Yoxdursa, dumanı yandıra bilərik. Tunellərdə, tunelin bir cümləni yadınızda saxlayın. Tunelin içi də, çölü də qaranlıqdırsa, duman farasını yandıra bilərik yaxın ya da uzaq işıqla birlikdə. Sadəcə dumanı yandıra bilmərik tunelin içində, qadağandır. Ümumiyyətlə, əvvəlki qaydalarda tuneldə duman farası yandırmaq olmazdı, amma sonra qaydalar dəyişdi. Tunelin içində duman farasını yandırmağa icazə verdilər. Amma bir şərtlə, tunelin içi də, çölü də qaranlıqdır. İçi də qaranlıq nə deməkdir? Tunellərin bəziləri süni işıqlandırmalar olur. Əgər süni işıqlandırma varsa, onda duman farasını yandırmırıq. Sadəcə ya yaxın ya da uzağı yandırırıq. Amma süni işıqlandırma var, zəifdir. Əgər zəifdirsə, bu qaranlığa bərabər tutulur. O zaman duman farasını yandırmaq olar. Tunelin içi tamamilə qaranlıqdır, amma sutkanın işıqlı vaxtıdır. Yəni çöldə işıqdır. O zaman yenə duman farasını yandırmayacaq. Yadınızda saxlayın bu. Gəlirik məhdudiyyətli görünmə şəraitinə. Məhdudiyyətli görünmə şəraitidirsə, biz yandırmalıyıq birincisi qabariti. Əgər sutkanın işıqlı vaxtıdırsa, məhdudiyyətli görünmə şəraitində isə sadəcə duman farasını yandıra bilərik. Həmçinin duman fənərini, avtomobilin arxasına duman fənəri olur axı. Duman fənərini də qoşa bilirik. Deməli, duman farasını və fənəri qoşa bilirik, çünki məhdudiyyətli görünmədir. Arxadan gələn nəqliyyat vasitəsi də görməlidir ki, qabaqda bir avtomobil gedir. Axı dumanda görünmür yol. Deməli, duman fənərini burada yandırırıq. Məhdudiyyətli görünmə şəraitində sutkanın işıqlı vaxtı var, qaranlıq vaxtı var. Məhdudiyyətli görünmə şəraitində sutkanın işıqlı vaxtında qabarit işıqları yandırdıq. Qabaritlə birlikdə nəyi yandırırıq? Ya duman farasını yandıra bilərik, həmçinin fənərini də yandıra bilərik. Ya da ki, yaxın işıqları yandıra bilərik. Deməli, sadəcə duman faralarını təkcə nə vaxt yandırmaq olar? Soruşsanız və yaxud da sizdən soruşsalar, bilməlisiniz ki, duman faralarını məhdudiyyətli görünmə şəraitində sutkanın işıqlı vaxtıdırsa yandıra bilərik. Yandırmalıyıq, yox, yandıra bilərik. Niyə yandıra bilərik? Bayaq dediyim kimi bütün avtomobillərdə yoxdur. Əgər yoxdursa, o zaman nəyi yandıracaq? Əlbəttə ki, yaxın işıqları. Bunu qeyd edin. Əgər sutkanın qaranlıq vaxtı məhdudiyyətli görünmə şəraitində isə heç düşünmədən, qabarit heç, düşünmədən ya yaxına ya da uzağa mütləq yandırmalıyıq. Niyə? Çünki burada qaranlıq sözü var. Qaranlıq harda varsa yaxın və ya uzaq sözü ona bitişikdir. Qaranlıqda yaxın və ya uzağı yandırmalıyıq. Qabarit də heç də qabarit avtomatik üstündə olur. Yanında da dumanlı hava varsa, yəni dumanlı şəraitdirsə, duman farasını istəsək yandıra bilərik. Duman fənərini də həmçinin. Yenə də deyirəm, duman fənəri hər avtomobildə olmur. Deməli, tunelləri bildik. Məhdudiyyətli görünmə şəraitini bildik, işıqlı vaxtında və qaranlıq vaxtında, sutkanın qaranlıq vaxtında bildik. Nəqliyyat vasitələrinin təchizatından asılı olaraq bu dediyim işıqlar onlarda olur. Velosipedlərdir, kiçik elektrik nəqliyyat vasitələri də bunlarda fara, fənərlər ola bilir. Fara ya da fənərlər ola bilər. At arabalarında nə olur? Yalnız fənərlər olur. Deməli, at arabaları fənərlə hərəkət eləyirlər. Yəni fənər mütləq olmalıdır. Biri də var, bir avtomobil başqa bir qoşqunu aparır. Avtomobili yox, qoşqunu. Əgər qoşqunu aparırsa, o zaman bu qoşquda nə yanacaq? Bu qoşqu yazığın bir dənə arxasında işıqlar var da, ona görə də nəyi yandıracaq? Qabarit işıqlarını yandıracaq bu. Hansı halda sutkanın işıqlı vaxtı yandırmır heç nəyi, amma sutkanın qaranlıq vaxtında, məhdudiyyətli görünmə şəraitində qoşqunun özündə qabarit işıqlar yandırılmalıdır. Avtomobilin özündə, yəni qabaqdakında
dediyim işıqların hamısı yanır, amma qoşquda sadəcə qabarit işıqlar yanır. Bir də var, yedəkdə nasaz nəqliyyat vasitəsini aparmaq, elastik ya da sərt yedək almada aparmaq. Bir avtomobil başqa bir avtomobili aparır. Belə olan halda arxada olan nəqliyyat vasitəsinin içərisində sürücü olur, düzdür? Qabaqdakı avtomobil hansı işıqları yandırırsa, bayaq dediklərim, hansı işıqları yandırır. Bir də var, siqnalları yandırır. Məsələn, sağa dönmə siqnalı, sola dönmə siqnalı, qəza dayanma işıq siqnalı və yaxud da tormuz siqnalı. Qabaqdakı hansı siqnalları yandırırsa, arxadakı həmin siqnalları təkrar eləyir. İşıqları təkrar eləmir, siqnalları təkrar eləyir. Arxada olan nəqliyyat vasitəsi hansı işığı yandırır? Bax, arxadakı sadəcə qabariti yandırır və siqnalları təkrar eləyir. Niyə təkcə qabariti yandırır? Çünki yaxın işığı yandırsa, uzaq işığı yandırsa, onu aparan qabaqdakı nəqliyyat vasitəsinin sürücüsünün gözünə düşər. Deyər, mən sənə pislik eləyib aparıram, orada işıq salırsa gözümə düşür, güzgüyə düşür işıq, o güzgüdən də sürücünün gözünə düşür və gözü qamaşa bilər. Ona görə də arxadakı nəqliyyat vasitəsi sadəcə qabariti yandırır və siqnalları təkrar eləyir. Qabaqdakı sağa dönməni yandıracaqsa, arxadakı sağa dönməni yandırır. Qabaqdakı sola dönməni, tormuzu yandırırsa, təbii ki, arxadakı da tormuzu basacaq və yaxud da qəza dayanma işıq siqnalını yandırırsa, onu təkrar edəcək. Bəzi hallar var ki, uzaq işıqları yaxın işıqlara keçirtməliyik. Bu hansı hallardır? Birincisi, biz avtomobili sürürük, tutaq ki, uzaq işıqlarla. Uzaq işıqlarla gediriksə, qabaqdan gələn nəqliyyat vasitəsinin sürücüsü baxırıq ki, uzağı yaxına dəfələrlə keçirdir. Bu nə deməkdir? Bu deməkdir ki, sən uzaq işıqla gəlirsən, gözümə düşür ki, söndür onu. Deməli, biz başa düşürük ki, biz uzaq işığı yandırmışıq, bu qabaqdan gələn sürücünün gözünü qamaşdırır. Qayda necədir? Qayda odur ki, qabaqdan gələn nəqliyyat vasitəsinə hardasa 150 metr qalmış, biz uzağı yaxına keçirtməliyik. Amma ola bilər ki, məsələn, 200 metr qalıb, 250 metr qalıb, daha uzun məsafədə. Amma bizim işığımız onun gözünü qamaşdırır. Bu halda da biz uzağı yaxına keçirtməliyik. Hardan biləcək qamaşdırdığımızı o bizə işarə verir. Ya da ki, özümüz düşünməliyik ki, onun gözünü qamaşdırırıq. Qabaqdakı nəqliyyat vasitəsini ötməyi istəyirik. Ona yaxınlaşırıq, amma uzaq işıqlarla. Yenə də bayaq dediyim kimi, avtomobilin yan güzgüsündən işıq düşür, oradan da sürücünün gözünə. Yəni, biz qabaqdakı nəqliyyat vasitəsini ötmək istəsək, yanından keçmək istəsək, fərqi yoxdur. Ona yaxınlaşanda uzağı yaxına keçirdirik. Təkcə sürücülərin yox, ola bilər ki, yol iştirakçılarının gözünü qamaşdırırıq. Məsələn, hansısa piyada keçir, əlini belə gözünə tutur. Əgər belə bir hallar varsa, biz görürük ki, kiminsə gözünü qamaşdırırıq. Bu halda biz yenə də uzağı yaxına keçirtməliyik. Aydındır. Bundan başqa, sutkanın qaranlıq vaxtıdır, yol kifayət qədər işıqlandırılıb. Əgər yol kifayət qədər işıqlandırılıbsa, uzaq işıqla hərəkət etməyə ehtiyac yoxdur. Bundan başqa, hansı halda uzaq işığı keçirdirik yaxına? Baxın, yaşayış məntəqəsində yol kifayət qədər işıqlandırılıbsa, biz elə baxanda hər yeri rahat görürüksə, uzağı da görürüksə rahat, deməli, uzaq işıqla hərəkət etməyə ehtiyac yoxdur, cəmaatın gözünü çıxarda gedək. Deməli, yaxın işıqla hərəkət etmək bizə kifayətdir. Hətta qanun bunu tələb eləyir. Uzağı yaxına keçirtməliyik. Yaşayış məntəqəsindən kənarda isə bilirsiniz ki, sürət biraz yuxarı olur. Əgər o yolun işıqlandırılması, yol işıqlandırılıbsa və bu yolun işıqlandırılması sürücüyə kifayət qədər məsafəni görməyə bəs eləyirsə, o zaman uzağı yaxına keçirdirik. Çünki əgər yol işıqlandırılıbsa, biz də sürətlə gedirsə, bizə lazım olan qədər məsafəni görə biliriksə, uzaq işıqla hərəkət etməməliyik, keçirtməliyik daha doğrusu uzağı yaxına. Belə bir sual var, imtahana düşür. Əgər sən gedirsən, görürsən ki, qarşıdakı nəqliyyat vasitəsi qəfildən qəza dayanma işıq siqnalını yandırdı və avtomobili yolun ortasında dayandırdı. Niyə? Səbəb nə ola bilər? Səbəb odur ki, bu yazıq sürücünün gözü qamaşıb, görmür yolu. Bilmirəm başınıza gəlib, məsələn mənim başıma gəlib. Sutkanın qaranlıq vaxtı idi, yağışlı hava idi və qarşıdan gələn nəqliyyat vasitəsi uzaq işıqlarla hərəkət eləyirdi. Qəfildən mənim gözümə düşdü və gözüm dumanlandı, tamamilə heç nə görmədim. Və təsəvvür edin, bu çox təhlükəli vəziyyətdir. Bu halda mən avtomobilimi sağa çəkib saxlaya bilmərəm. Çünki görmürəm, sağda bəlkə adamlar var ki, var idi. Və mən də qaydanı bildiyimə görə qəza dayanma işıq siqnalını yandırdım, sürəti azaldıb elə yolun ortasındaca dayandım. Belə etmək lazımdır. Zolağı dəyişmək lazım deyil, nə də elə davam etmək lazım deyil. Deməli, dayanırsınız.
Gözünüzün qamaşmağı keçəndən sonra hərəkət edirsiniz. Deyəcəksiniz ki, arxadan gələn vura bilər. Bəli, bu ehtimal var, amma sürəti azaldıb dayanmalıyıq. Ara məsafəni ona görə də gözləmək lazımdır. Biz də ara məsafəni gözləməliyik ki, qarşıdakı nəqliyyat vasitəsi qəfil dayansa, bizim dayanmaq üçün məsafəmiz olsun. Gözü qamaşan sürücü nə eləyir? Sürəti azaldır, qəza dayanma işıq siqnalını tez qoşur və sürəti azaldır, yolun ortasında dayanır. Yəni olduğu zolaqda dayanır. Sağa sola çıxa bilməz. Sağdan, arxadan nəqliyyat vasitəsi gələ bilər, onu görə bilməz və yaxud da sola çıxmaq istəyirsə soldan gələ bilər və yaxud da sağda yol çökək ola bilər, piyadalar ola bilər. Ona görə də zolağı dəyişmir bu halda. Gözümüz qamaşırsa avtomobili dayandırırıq və gözümüzün qamaşması keçənə qədər, özümüzə gələnə qədər gözləyirik. Burada ardıcıllıq necə olur? Birinci qəza dayanma işıq siqnalını qoşuruq, ikinci sürəti azaldıb dayanırıq. Bu ardıcıllıqla da sürəti azaldıb dayanıb sonra qoşmuruq. Birinci qəza dayanma işıq siqnalını qoşub sonra digər addımları eləyirik. Bəzi nəqliyyat vasitələri var ki, onlar sutkanın işıqlı vaxtı işıqla hərəkət eləyirlər ki, digər nəqliyyat vasitələrinin diqqətini çəksinlər ki, mənlə ehtiyatlı ol. Çünki mən uşaq aparıram. Hər uşaq aparan işıqla mı hərəkət eləyir? Əlbəttə ki, yox. Kimlərdir bunlar? Hansı işıqlardan söhbət gedir? Faraların yaxın işıqları ya da ki, duman faralarından hərəkət eləyirlər. Birincisi, uşaq daşıyan avtobuslar. Hansı ki, xüsusi avtobuslar sırf uşaq daşımaq üçün, məsələn, servis avtobusları uşaq daşımaq üçün nəzərdə tutulub, üstünə uşaq tanınma nişanı yazılır. Bax, bunlar sutkanın işıqlı vaxtıda işıqla hərəkət eləyirlər. Yedəyində nasaz nəqliyyat vasitəsi aparanlar. Bir nəqliyyat vasitəsi başqa nəqliyyat vasitəsini yedəyində aparırsa, yəni bir avtomobil başqa bir avtomobili aparırsa, işığı yandırıb hərəkət etməlidir. Çünki bu halda biz bilməliyik ki, iki nəqliyyat vasitəsinə yol veririk. Məsələn, iki nəqliyyat vasitəsi ard-arda keçirik, sadəcə biri keçmir. Deməli, bu bizim diqqətimizi çəkmək üçündür. Ümumi istifadədə olan avtobuslar əks istiqamətdə gəlirsə, məsələn, bir tərəfli yoldur, amma qarşımızdan ümumi istifadədə olan nəqliyyat vasitəsi gəlir və əks zolaqda gəlir. Deməli, bu işığını yandıraraq gəlir. Ki, bizim diqqətimiz çəksin ki, biz bilək ki, hər kəs bir istiqamətdə getmir, kimsə qarşıdan gəlir və o işıq bizim diqqətimizi çəkir. Təhlükəli yük aparan, ağır çəkili, bu nəqliyyat vasitələrdə sutkanın işıqlı vaxtı işıqla hərəkət edirlər ki, bizim diqqətimizi çəksinlər. Həmçinin kiçik olan nəqliyyat vasitələri, bunlar da hansılardır? Motosikletlər və mopedlər, həmçinin buna bərabər tutulanlar. Onlar da sutkanın işıqlı vaxtında yaxın faralarından və yaxud da duman faralarından hərəkət edirlər. Yəqin ki, artıq qabarit işıqda avtomatik yanır deməyimə ehtiyac yoxdur. Artıq bunu bilirsiniz ki, yaxın ya da duman farası yanırsa, qabarit avtomatik yanacaq. Həmçinin uzaq işıqda nə vaxt yandırırıqsa, deməli biz bilməliyik ki, qabarit işıqları da avtomatik yanmış olur. Əsas məsələ mütəşəkkil nəqliyyat dəstəsi. Mütəşəkkil nəqliyyat dəstəsində bilirik ki, qabaqda operativ nəqliyyat vasitəsi xüsusi işıq və səs siqnalından gedir. Onun arxasında bir neçə nəqliyyat vasitəsi var ki, bir zolaqda hərəkət eləyirlər. Onlar necə seçilirlər digər nəqliyyat vasitəsindən? Hardan bilək ki, bu mütəşəkkil dəstənin içərisində neçə nəqliyyat vasitəsi var? Onların hamısı sutkanın işıqlı vaxtıdırsa, yaxın işıqları ya da duman faralarını yandırıb onunla hərəkət eləyirlər. Deməli, onlar seçilirlər ki, bunlar mütəşəkkil nəqliyyat vasitəsinə daxil olan nəqliyyat vasitələridir. Artıq siz bilirsiniz ki, mütəşəkkil nəqliyyat dəstəsinə qoşulmaq, onların yolunu kəsmək, hərəkətinə mane olmaq olmaz. Ümumiləşdirək, duman faralarından harda istifadə olunur? Duman faralarından bu saydığım 6 nəqliyyat vasitəsində istifadə oluna bilir sutkanın işıqlı vaxtı. Bundan başqa hər yer tamam qaranlıqdırsa, süni işıqlandırma yoxdursa, yaxın ya da uzaq işıqlarından birlikdə yandırmaq olar, onlara kömək etmək məqsədi ilə. Tunellərdə istifadə etmək olarmı? Bəli, tunelin içi də, çölü də qaranlıqdırsa, yaxın işıqla birlikdə istəsək duman farasında yandıra bilərik. Bundan əlavə məhdudiyyətli görünmə şəraitidirsə, sutkanın işıqlı vaxtıdırsa, sadəcə duman farasını yandıra bilərik. Qabarit avtomatik. Sadəcə duman farasını yandıra bilərik. İstəsək, yox istəmiriksə, yaxın işıqlarla hərəkət eləyə bilərik. Sutkanın qaranlıq vaxtıdırsa, məhdudiyyətli görünmə şəraitidirsə, yenə də nə edirik? Avtomatik olaraq bilirik ki, qabarit işıqları yanır, qaranlıq sözü var deyə yaxın ya da uzaq yanır. İstəsək, duman farasını da köməyə çağırırıq. Yəni, duman farasını və yaxud da fənərini yandırırıq. Sadəcə duman fənəri harda yandırılır? Yalnız və yalnız məhdudiyyətli görünmə şəraitində yandırılır. İndi təsəvvür edin ki, yolun tamamilə qaranlıq bir yerindəsiz.
Nəqliyyat vasitəsini dayandırmaq istəyirik və yaxud da durmaq istəyirik. Tamam qaranlıq bir yerdir, süni işıqlandırma yoxdur. Hətta məhdudiyyətli görünmə şəraiti belə ola bilər. Yəni ola da bilər, olmaya da bilər. Hər iki halda bu deyəcəklərim aiddir. Avtomobili dayandırmaq istəyiriksə, məsələn yaşayış məntəqəsindən kənardayıqsa, əlbəttə ki yolun çiyninə çıxırıq. Və bu zaman qabarit işıqları mütləq yandırmalıyıq. Dayanırıq. Dayansaq belə qabarit işıqlarını ya da dayanacaq işıqlarını yandırmalıyıq. Əgər qabarit işıqları nasazdırsa, o zaman avtomobili yolun tamamilə kənarına çıxardırıq. Yəni yolun çiynində belə saxlamaq olmaz. Tamamilə yoldan çıxardırıq ki, kimsə gəlib saxlamaq istəsə, qabarit yoxdur. Necə bilsin ki, burada nəqliyyat vasitəsi dayanıb görmür axı. Ona görə də təhlükəlidir bu vəziyyətdə. Ya avtomobili tamamilə yolun kənarına çıxardırıq, biraz da çiyninin də aralı məsafəyə. Ya da ki, onu belə etmək mümkün deyilsə, qəza dayanma nişanını, üçbucağı quraşdırırıq ki, bu avtomobili işarələyirik ki, bilinsin ki, burada nəqliyyat vasitəsi var. Deməli, sutkanın qaranlıq vaxtı işıqlandırılmayan sahədə dayanarkən, durarkən qabarit işıqlarını yandırmaq lazımdır və ya dayanacaq işıqlarını yandırırıq. Əgər bunlar qabarit işığı nasazdırsa, qəza dayanma nişanını qurmaq lazımdır. Əgər avtomobili yolun sağ tərəfindən də kənara çıxarda bilmiriksə. O qırmızı üçbucağı, yəni qəza dayanma nişanını da qanuna müvafiq şəkildə quraşdırırıq. Yəni heç olmasa 30 metr məsafədə quraşdırırıq ki, arxadan gələn nəqliyyat vasitələri burada nəqliyyat vasitəsinin dayandığını bilsinlər. Biri var məhdudiyyətli görünmə, biri də var qatı duman şəraitində. Qatı duman, qar, yağış. Yəni bu halda nəyi yandırırıq? Qabarit işıqlar heç o avtomatik yanır. Yaxın işıqlarla birlikdə duman fənərlərini yandıra bilərik. Ya da ki, duman faralarıyla birlikdə duman fənərlərini yandırır. Ya yaxın işıqlarla birlikdə duman fənərlərini, ya da ki, duman faralarıyla birlikdə duman fənərlərini. Bax, bu ikisindən birini yandırırıq. Bir də imtahanda belə bir sualla rastlaşacaqsınız ki, hansı hallarda nəqliyyat vasitəsini işıq və səs siqnalları söndürülmüş vəziyyətdə duracağa qoya bilərik. 4 hal var ki, bu 4 halda biz işıq və səs siqnalları söndürülmüş vəziyyətdə nəqliyyat vasitəsini duracağa qoyuruq. Birincisi, işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədə rahat görünürsə. Məsələn, avtomobili saxlayırıq, işıqlandırılıb da yol süni işıqlandırmalar var. Avtomobil rahat görünür. Deməli, burada heç bir işıq yandırmağa ehtiyac yoxdur, rahat onu duracağa qoya bilirik. İkincisi, yolun hərəkət hissəsinin kənarından, yəni yolun çiynindən də aralı məsafədə. Məsələn, gəlib düzənlikdə saxlayıram, kimin nəyinə lazımdır. Deməli, yolun hərəkət hissəsinin kənarından da aralı məsafədə saxlayıram. Gedib məsələn meşədə saxlayıram. Burada heç bir işığı yandırmağa ehtiyac yoxdur. Yəni yandırmaya bilərəm. Deməli, akkumulyatorla təchiz edilməmiş motosikletlər və mopedlər, artıq mopedlər də əlavə olundu bura. Motosikletlər və mopedlər yolun kənarında saxlaya bilərlər. Yəni yolun qırağında saxlaya bilərlər. Yaşayış məntəqəsində burada diqqətli olun. Məntəqədən mi soruşur, məntəqədən kənar mı soruşur? İmtahan sualıdır. Siz bilməlisiniz ki, yaşayış məntəqəsindən. Məsələn, Bakının içi. Hər hansı şəhərdə yaşayırsınızsa, həmin şəhərin içindən söhbət gedir. Yəni yaşayış məntəqəsində yolun kənarında akkumulyatorla təchiz edilməmiş motosiklet və mopedləri saxlamaq olar. Və yaşayış məntəqədə gərginliyi az olan küçələrdə saxlamaq olar. Biri var gərginlik çoxdur, avtomobillər çoxdur, axın çoxdur. Biri var elə bir yerdir ki, orada gərginlik ümumiyyətlə azdır. Yəni bu gərginliyi az olan küçələrdə avtomobili heç bir işıq və səs siqnalı heç nə yandırmadan saxlamaq olar. Bu 4 halı yadınızda saxlayın. Bunları əzbərləyin. Olduğu kimi söz-bəsöz. Biri də var projektor fara. Projektor fara nədir? Adından da göründüyü kimi projektor, güclü bir işıq. Bundan kim istifadə edə bilər? Hər kəs istifadə edə bilər. Mən də istifadə edə bilərəm. Amma harda? Yaşayış məntəqəsindən kənarda. Qarşıdan nəqliyyat vasitəsi gəlməyəndə yandırırıq ki, onun gözünü çıxartmayaq. Deməli, o projektor faranı yaşayış məntəqəsindən kənarda hər birimiz adi nəqliyyat vasitələrinin sürücüləri istifadə edirlər qarşıdan nəqliyyat vasitəsi gəlməyəndə. Amma operativ nəqliyyat vasitələrinin sürücüləri yaşayış məntəqəsində də istifadə edə bilərlər. Hansı halda xidməti tapşırıqları yerinə yetirən zaman. Yəni xüsusi tapşırığı yerinə yetirirsə istifadə edə bilər. Keyflərindən adi halda istifadə etmirlər. Deməli, onun təyinatı var. Bunun üçün istifadə olunur. Təkrar deyim, duman fənərlərini arxada olan
fənər deyirəmsə, deməli arxasından söhbət gedir. Arxa duman fənərlərini yalnız məhdudiyyətli görünmə şəraitində istifadə etmək olar və onu stop siqnalına qoşmaq olmaz. Avtoqatar tanınma nişanı. Qoşqulu yük avtomobillərində olur, təkərli traktorlarda olur. Hansı traktorlarda? 1,4 ton və daha çox yük götürə bilən traktorlarda olur. Həmçinin birləşdirilmiş avtobus və trolleybuslarda olur. Deməli, nəqliyyat vasitəsinin kabinasının damının üstünə yapışdırılır və 3 dənə işıqdır, sarı işıq. Bir-birindən aralı məsafədə quraşdırılır, 15-30 sm məsafədə və yaxud da 150-300 mm deyirik. Deməli, bu işıqlar nə zaman yandırılır? Hərəkətdə olan zaman həmişə yandırılır. Fərqi yoxdur, işıqdır, qaranlıqdır, dumanlıdır və s. Həmişə yandırılır hərəkətdə olanda ki, seçilsin. Amma dayanma, durma zamanı yalnız qaranlıqda. Dayanırıqsa, sutkanın qaranlıq vaxtı, dayananda yandırılır. Sutkanın işıqlı vaxtı dayananda yandırılmır. Səs siqnalından hansı halda istifadə etmək olar? Birincisi, yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün. İkincisi, yaşayış məntəqəsindən kənarda ötmək məqsədindən. Yəni, dəqiqədə bir səs də gəlir, yəqin görürsünüz. Dəqiqədə bir səs siqnalından istifadə etmək olmaz. Bunun cəriməsi var. Amma yaşayış məntəqəsindən kənarda ötmək məqsədinə istifadə edirik. Bir də görürük ki, təhlükədir. Yol nəqliyyat hadisəsinin qarşısını almaq istəyirik. Bu zaman fərqi yoxdur. Yaşayış məntəqəsidir, məntəqədən kənardır, səs siqnalı qadağandır olan ərazilərdə belə təhlükənin qarşısını almaq məqsədindən istifadə etmək olar. Deməli, gəlirəm ötmə məsələsinə. Biz qarşımızdakı nəqliyyat vasitəsini ötmək üçün ona necə xəbər verməliyik? Əgər yaşayış məntəqəsində isə sutkanın işıqlı vaxtıdırsa, o zaman nə edirik? İşıqla hərəkət etmədiyimizə görə uzağı bir neçə dəfə yandırıb söndürürük. Yandırıb söndürməklə xəbər veririk ki, biz səni ötmək istəyirik yaşayış məntəqəsində. Amma yaşayış məntəqəsindən kənarda yandırıb söndürməklə birlikdə səs siqnalı da verə bilərik. İndi keçirəm sutkanın qaranlıq vaxtını. Sutkanın qaranlıq vaxtı işıqla hərəkət etdiyimizə görə ya yaxından ya da uzaqdan hərəkət edirik, düzdür? Yandırmaq sözü yox, keçirtmək sözü. Yəni, yaxını uzağa keçirtməklə, dəfələrlə yaxını uzağa keçirtməklə qarşıdakı nəqliyyat vasitəsinə xəbər veririk ki, biz səni ötmək istəyirik, onun diqqətini çəkmək üçün. Sutkanın işıqlı vaxtı, işıq yandırmadığımıza görə yandırıb söndürmək sözünü işlədirik. Amma sutkanın qaranlıq vaxtı işıqla hərəkət etdiyimizə görə yaxını uzağa keçirtmək sözünü fikir veririk. Bu imtahana düşür. Ona görə bu hissəsinə xüsusi fikir verin. Tək fərqi nə oldu? Yaşayış məntəqəsində səs siqnalından istifadə etmirik, amma yaşayış məntəqəsindən kənarda səs siqnalından istifadə edə bilərik. Bu bizim xarici işıq cihazları dərsimizdir. Ümid edirəm ki, bu videodan sonra artıq siz xarici işıq cihazlarını əla öyrənmiş olacaqsınız. Fikirlərinizi də yazarsınız.